Hazırki vəziyyətdə yanvar ayına doğru yaxınlaşdıqca Çin avtomobillərinin qiyməti yüksəlir. Bunun səbəbi əlavə dərg vergisindən azad olmanın aradan qaldırılmasıdır və yanvar ayında avtomobillərin gömrük rüsumlarının 1720 manatdan təxminən 6-7-8 minə qədər yüksəlməsi ilə əlaqəlidir. Məhz bu gündən söhbət gedirsə, təbii ki, sifariş etmək daha məqsədə uyğundur. Niyə? Çünki, məsələn, Changan Yunizet avtomobili bugünkü gündə 35.500-37.500 manata qədər yüksəlib. Siz avtomobili sifariş versəniz, əgər avtomobil dekabr ayı ərzində çatdırılsa, avtomobil üçün toplam ödəyəcəyimiz məbləğ 31.500 manat olacaq. Əgər yanvar ayında gətirilib Bakıya çatdırılsa, bu avtomobil üçün ödəyəcəyimiz məbləğ 35.000 manat civarı olacaq. Amma hansı ki, yanvar ayında yenə də Changan Yunizetin qiyməti 35.500 mi olacaq Bakı bazarlarında? Xeyr, təbii ki, yüksək olacaq. 38, 39, 40 minə qədər qalxacaq. Yəni, hər bir halda siz avtomobili sifariş etməyiniz sizin üçün ən sərfəli variantdır hal-hazırda. Sifariş etdiyiniz avtomobilin dekabr ayı ərzində çatdırılması mümkündür. Çünki biz ekspres çatdırılma ilə həyata keçiririk sifarişləri və sifariş olunan avtomobil birbaşa Çin Xaqay Suqqasından yüklənir avtomobil yükləyicinə, yəni avtovoza. Və bu səbəbdən dekabr ayının ortaları və sonlarına gətirib çatdırmaq mümkündür. Amma təbii ki, biz buna əminliklə söz vermirik. Avtomobil dekabrın sonu, yanvarın əvvəlində də çatdırıla bilər. Amma burada əsas məsələ bundan ibarətdir ki, hər bir halda siz sifariş etdikdə uduzmursunuz. Elektromobillər üçün bunu deyə bilərik ki, hələ ki tam rəsmi bir qərar yoxdur ki, elektromobillər 2027-ci ilin yanvarın 1-nə qədər uzadır. Siz oxuduğunuz xəbərlərin məzmununda elektrikli avtobuslar qeyd olunur. Yəni, məhz elektromobil sifarişi də həyata keçirəcəksinizsə, nəzərə alın ki, ƏDV ödəmə ehtimalınız var. Məsəl üçün, misal olaraq bir Tesla Model 3 avtomobilinin gömrük rüsumu təxminən 3500-4500 manat arası dəyişə bilər. Hansı ki, bugünkü gündə 245 manatdır. Yanvarın 1-dən sonra gömrük rüsumunun hesablanması məhz əlavə dəyər vergisindən asılı olan hesablama olacaq. Avtomobilin dəyəri və mühərrik həcminə görə hesablanma aparılacaq. Məsəl üçün, Changan Yunizet avtomobilinin alışı 14.300-14.400 dollardırsa, bu avtomobilin gömrük rüsumu 7.000 manat civarı təşkil edəcək. Məsəl üçün, BYD Destroyer Game Plus Sil 05 avtomobilinin gömrük rüsumu 5.300 manat civarı təşkil edəcək. Hansı ki, alışı 9.100-9.200 dollar olduğu təqdirdə. Bu sualın cavabı təbii ki, bəlidir. Çünki sizin avtomobiliniz dekabrda yox, yanvarda gəlsə belə, ümumi gömrük dəyərinin hesablanmasından sonra Bakı bazar dəyəri arasında minimum avtomobilin dəyərinə görə təbii ki, bu dəyişir, 3-4 min manatlıq bir fərq yaranacaq. Və siz yenə də avtomobili satışını həyata keçirib 3-4 min manatlıq bir qazanc əldə edə biləcəksiniz. Çin avtomobillərinə həmişə tələbat olacaq. Məhz bunun sübutu odur ki, son 2-3 il ərzində ölkəyə yüz minlərlə Çin avtomobili ixal oldu və bugünkü gündə də sürülür. Artıq Azərbaycan xalqı tam sıfır avtomobilə öyrəşib və hamı sıfır yeni Çin avtomobili sürmək arzusundadır.